أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وصلى الله على محمد وآله الطاهرين. ولا سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين. Ağa Resulullah neçə taifədən öz ümmətindən elan eləyib bizarəm. Yəni mən bundan uzağam. Yəni bunun mənə nisbəti yoxdur. Biri o şəxsidir ki, qiyamətin günü oruçluq onun qabağın kəsə. Oruçluq bir dənin qabağın kəsəcək, ondan xusumət eləyəcək. Deyəcək ki, niyə mənim hürmətimi sındırdın? Oradadır ki, Allah-u Teala bu Peyğəmbəri buyurey, mən qiyamətdə deyəcəyəm, ənə bəriun mimmən xəsəməhu Ramazan. Mən bizarəm o şəxsidəni ki, oruçluq ondan xusumət eləyər. Peyğəmbəri ki, gərək şəfaət eləyər, gərək xusumət eləyər. Həzrət veylun limən kânə şüfəauhu xusaməəhu. Vay olsun o müsəlmanın halına, o ki gərək ona şəfaət eləyər, ondan xusumət eləyər. Oruçluğun şuuru var, yerin göyün şuuru var. Biz belə xiyal ediyoruz, bunlar bir şuurdur. Bundan işim yox. İkincisi, o ki Allah-u Teala, çox əcibdir bu cümlə. O ki Peyğəmbər ondan xusumət bizari elam eləyib, o şəxsidir ki, cümə günü özün dininə ixtisas verməyər. Həzrət urdu uffin lərəculin la yufarriq nəfsəhu lidinihi yevməl cümə. Cümə günü niyə gərək özü ixtisas verəsən dininə? Buna görədir ki, insan ehtiyacı vardı özün bir silkəliyə, toz tökə, təzəkkürat-ı əxlaqi eşidə. Hər halda olsa insan ehtiyacı var təzəkkürat-ı əxlaqiyə, ehtiyacı var eşitməyə. Peyğəmbərdən ki, balatər yuxarı yoxdur. Ağa Resulullah Əbu Zərə deydi, Əbu Zər, izni mənə muizə elə. Cəbrəil gələydi məhzərinə. Cəbrəilə deydi, Cəbrəil, idni mənə muizə elə. Quran ki, Peyğəmbərin qəlbinə nazil olub, üzün tutdu İbn Məsuda, dedi, İbn Məsud, mənə Quran oxu. Mənə Quran oxu. İbn Məsud başladı, ya əyyuhəl muzzəmmil. Elə ki, yetişdi bu ayə. İnnə lədeyna ənkələn və cəhimə və ta'amən zəğussətin və əzabən əlimə. Dedilər, əl saxla İbn Məsud, Peyğəmbər qəşk elədi. Peyğəmbər qəşk elədi. Peyğəmbər deyir, mən gərək eşidəm. Əgər bir şəhərdə bir hulqumları olmaya, düzlüğə dəvət eləyə, təmizliğə dəvət eləyə, paçlığa dəvət eləyə, iffətə dəvət eləyə, o nə şəhər olar? Allah-u Teala Quranda deyir, vəzrib ləhum məsələn əshabəl qəriyə. Kəndin məsəlin bunlara de. Hansı kənd? Antakiyə. Antakiyə yekə bir şəhər idi, amma de kənd. Amma elə ki, neçə dənə Peyğəmbər girə içəri, deyir, və cəə rəculun min əqsəl Mədinə. Adı oldu Mədinə. Mədinə bizim mütun dinidə sembol abadidir. Abad olmaq nişanəsidir. Niyə? Çünki şəhərə neçə Peyğəmbər keçdi. O şəhəri ki, orada
Marduma ədəb öyrədəcək, əxlaq öyrədəcək, mənəviyyət öyrədəcək, ədlə dəvət eləyəcək, düzlüğə dəvət eləyəcək. İmam-ı Səccad ağa Yezidə dedi qoyaysan bu taxta tabaq üstə çıxam danışam. Mənbərin adını qoydu taxta. Elə ki çıxdı, əyləşdi üstündə adını qoydu mənbər. Mənbər o zaman mənbərdi. Üstündə Hazreti İmam-ı Səccad əyləşər. Əmir əleyhissalam elə ki xilafətə yetişdi, getdi mənbərin düz başında əyləşdi. Məclis qarışdı. Hazret dedi, ma hazihillâda. Bu qışqırıq nədir salırsın? Dedilər, ya Əli, orada Peyğəmbər əyləşərdi. Əvvəlminci xəlifə ondan bir pillə aşağı əyləşdi. İkiminci ondan bir yaş, sən getdin üstə əyləşdin. Bax. Buradadır ki, Həzrət gələ özünü bunlara tanıtdıram. Həzrət vurdi, ənəlləzik, bəna beytəl-İslam, ənəlləzi rəfə rəyətəl-İslam. Mənəm ki, İslamın binasını qurmuşam. Mənəm ki, İslamın beyrağın cüvə qalxızmışam. Bir söz dedim, məğzu dayanı. Həzrət vurdu, mənəm ki, ayağımı qoydum möhr-ü nübüvvətin üstünə. Fəma haulâ-el-əvad. Taxta nədir? Ayağımı möhr-ü nübüvvət möhrünün üstünə qoymuşam. Peyğəmbər moizə istəydi, Əbu Zər mənə moizə elə. Əmir əleyhissalama gəlir. Əmir əleyhissalam Səsəət ibn Suhana deyir, Səsəə mənə moizə elə. Allahu Ekber, Allahu Ekber. Əmir əleyhissalam, niyə bu cürdür? İstiyox bu günləri cümə günü bir dənə məhfil əxlaqi ola, dünənki bəhsi qoyuq qırağa. İlləti budur, moizə. Əvvələn bunu bir moizənin əsəri anidir. Bir ləhzə var, bir ləhzə yoxdur. Dalbadal gərək deyilinə. Niyə namaz təkrardır? Niyə Quranda belə təkrar var? Bir dənə Yahudi kitab yazıb Quranın əleyhinə. Deyib Quranda təkrar var. Hazrət İmam ona cavab verir. Deyib insanı düzəldən təkrardır. Quran da adam düzəltməyə görədir. Gör nə qədər çillə tutaysan təkrardır. Gör nə qədər zikr deysən təkrardır. Nə qədər xətmi tutaysan təkrardır. Bunları gərək hey özünə təlqin eləyəsən. İnsan təlqinlə düzələr. Ölünü necə təlqin eləyirlər? Müstəhəbbidir. Ölünü qəbrə qoyanda insan düşə qəbrə, iki çiynindən yapışa möhkəm silkəliyə. Möhkəm silkəliyə. Ondan sonra ona deyə İsmə əfhəm, ya Abdallah, Allah bəndəsi, eşit, paşa düş. Biz gediyoruz. İndi 2 dənə mələk mükərrəb gəlib, belədir, bu cürdür. Hətmən əsəri var deyiblər. Amma onu buradan gərəsən özvə təlqin eləyəsən. Özvə təlqin eləyəsən ki, ləzzat məqtəik sənin qiymətini dör. Nə yeməliydi, nə kefiydi. Gəldi Peyğəmbərə dedi, ya Rasulallah, gecə mənə səxt keçdi. Həzrət dedi, elhamdülillah. Dedi, ya Rasulallah, gecə mənə səxt keçdi. Həzrət dedi, elhamdülillah. Dedi, ya Rasulallah, gecə mənə səxt keçdi, çətin keçdi. Həzrət dedi, elhamdülillah. Dedi, ya Rasulallah, mən deyəm çətin keçdi. Sən deysən, elhamdülillah. Həzrət dedi, elhamdülillah ki, keçdi, keçməsəydi nə qayrədir? Gərək təlqin eləyəsən. Təsbih götürəlvə, denən, ya haziru, ya nadir. Sərvar-ı Məəzzəm, Cənab-ı Ayocaq Nəcad o mövsəmləri ki, çillə müstəhəbbidir, onları təzəkkür verər inşallah. Əvvəl-i zigədə çillə tutacaqsan ta Zihəccənin 10-unu incən ki, Musa çillə tutdu. Və vaadna çillə, yəni 40 tutmaq. Və vaadna Musa 40 leylə. Və vaadna Musa 30 leylə. Ta və etməmnəha bəşr.
O çillədə başlayacaqsan bir şey ki, sənin ruhunda təsiri var. Denən, ya rəqibu, ya rəqibu, ya rəqib. Rəqib nəyə deyər? Rəqəbə boyuna deyər. Rəqib yəni Allah. Elə bil ki, uzanıb sənə baxey, sənə muraqibdir. Hazırdır, nazirdir. Şeyx Cəfər Şüştəriyə dedilər, nəcür olubsan, bu cür olubsan. Bilirsən, Şeyx Cəfər Şüştəri mənbərə çıxanda cənazə idi ki, çıxardaydılar məclisdə. Nə qədər adamın ürəyi keçəydi. Amırza Cavad ağa Məlikə Təbriziyə dedilər, ağa, sənin əxlaq dərsində bətər adamların ürəyi keçəydi. Ağa buyurdu, karı nə kərdənd. Mevlayşan hər ruz qəş mikərd. Bir iş görməyiblər. Bunların Mevlası Əmir Əleyhisselam gündə qəş eləydi. Gəlib Zəhraya dedilər, ya Zəhra, Əli öldü. Əbu Dərda dedi, öz gözü